Ermənistanın baş naziri Nikol Paşinyandan Azərbaycanla bağlı bir çağırış gəldi. Gündəm xəbərin efirində 24 avqust tarixidir. Məlumatımız isə belədir. Biz Ermənistanı Azərbaycanda axtarmamalıyıq və bunu axtarmağı dayandırmalıyıq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentə çıxışı zamanı deyib. Ermənistan və Azərbaycan xalqlarının sülh və eyni zamanda dinc yaşaması bugün gerçəkləşməli və davam etdirməli olduğumuz haqdır. Buna zidd olan hər hansı bir çıxış və hərəkətin öhdəsindən gələ bilməliyik. Ermənistanı təkcə Azərbaycanda deyil, həm də Türkiyədə, İranda, Gürcüstanda axtarmamalıyıq. 4 qonşumuzun beynəlxalq səviyyədə tanınmış ərazisində vətən axtardığımız zaman, onların da Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində vətən axtardıqları qapısını açırıq deyə Paşinyan bildirib və o həmçinin əlavə eləyir ki, məlum olduğu kimi biz 4 yer axtarırıq, onlar isə ölkəmizdə bir yer axtarırlar deyə çıxışında bildirib. Qeyd edək ki, Gündəm xəbər bu məlumatı Unikala istinadən diqqətinizə çatdırır.